ömürlük məhbusdur. Bu bir var 10 il verirsən, sənin yenə də bir ümidin var ki, çıxarsan falan da. Bunların ümidi yoxdur və orada deyir ki, Qaravəli misal üçün mən də bilmirəm ki, günün tez keçməyini mi istəyim, yoxsa gec keçməyini. Yəni ikisi də əzablıdır da prinsipcə. Və gəlin etiraf elə ki, məsələn, istər Qobustanda Umbaka olsun, istər o qadın həbsxanası olsun, çox çətin vəziyyətdir də. Məsələn, o da ki, qışdır, yaydır, mən orada qalmaq istəmirəm, yaz ayları yaxşıdır, keçimizə gəzirik falan. Siz ümumiyyətlə belə baxanda bu ömürlük cəzanın ədalətli olduğunu düşünürsünüz belə bir insan kimi də məsəl üçün. Bu cür insana əzab vermək olar yoxsa necə? Yəni istənilən şey etsə belə. Siz hər ehtimala qarşı güllədən ömürlük yaxşıdır. Nəyə görə? Tarixdə o qədər sübut olunub ki, neçə adama haqsız yerə güllə veriblər. Güllələyiblər və sonra aydın olur ki, bu yəni buna layiq deyildi və bu işi görməyib bu. Çətindir. Amma yenə deyirəm, düşmə də. Yəni bu hərəkətləri eləyib ömürlük çətindirsə buna düşmə. Adi, yəni iş almış məhkumlarla onların fərqi odur ki, o sən deyən kimi bunlar gün keçdikcə azadlığa yaxınlaşır. Azadlığa çıxır. Amma bunların gün keçdiyinə sevinmir. Ona görə ki, burada ömür də, dərd də cəza bitəndə, yəni ömür bitəndə bitir də cəza. Nə vaxt oldu? Yəni çox çətin bir şey idi. Açığı deyim ki, çox mənə pessimist bir ovqat yaradırdı. Hər dəfə ora girib çıxanda. Amma məni görəndə hamısı deyirdi ki, sən gələndə burada toy bayramdır, yəni heç olmasa söhbət eləyirik və eləsi var idi ki, heç yanına gələn eləyən yox idi. Onu görəndən sonra yanına gəlib gedənlər də çox idi.